Salam müəllimlər, bugünkü mövzumuz olacaq səmtləşmə. Əslində sadə bir mövzudur. Sadəcə mərhələləri bir-birindən fərqləndirmək lazımdır. İndi isə keçid edək dərsimizə. İlk öncə səmtləşmə nədir? Biz ona nəzər yetirək. Səmtləşmə insanın öz bədəni, ətraf mühitdəki obyektlər arasındakı məkan münasibətlərini müəyyən etmə bacarığıdır. Dedik ki, insanın öz bədəni, ətraf mühitdəki obyektlər arasında məkan münasibətlərini müəyyən etməsi. Və məktəbəqədər yaşda uşaqlarda səmtləşmə mərhələli şəkildə keçirilir. 3 forması var. Əvvəlcə öz bədəni ilə, sonra öz mövqeyinə görə, daha sonra obyektlərin bir-birinə mövqeyinə görə. Birinci özünə səmtləşmədir. Özünə səmtləşmə burada uşaq istiqaməti öz bədəninə əsasən müəyyən edilir. Yəni, məsələn, sağ, sol, yuxarı, aşağı istiqamətlərini uşaqlar özləri ayırd etməyə başlayır. Yəni, öyrətmə bədən hissələrindən başlanır, belə də deyə bilərik. Məsələn, uşağın sağ əlini və yaxud sol əlini ayırd etməsi, sağ ayağını, sol ayağını tanıması və yaxud bədən hissələrini tanıması, üst, alt, ön, arxa anlayışlarını fərqləndirməsi və yaxud burada əsas nədir? Tapşırıqlar hərəkətlə bağlı olmalıdır. Biz sadəcə sözlü şəkildə uşaqlara bu səmtləşmə anlayışını formalaşdıra bilmərik. Məsələn, güzgü qarşısında məşqlər olmalıdır. Yəni, burada uşaq müəllimə baxmamalıdır. Özünə baxaraq istiqaməti tapmalıdır. Güzgünün qarşısına durmalıdır. Sağ əlini qaldır. Sol ayağını irəli at kimi oyunlar istifadə edə bilər. Məsələn, müəllim deyir, sağ əlinizi qaldırın. İndi sol tərəfinizdə duran uşağa baxın. Qarşınızda nə görürsünüz? Bunlar hamısı özünə səmtləşməyə aid edilir. Çünki burada uşaq istiqaməti öz bədəninə görə müəyyən edir. Sonra gəlir özündən səmtləşmə. Burada isə uşaq obyektlərin yerini öz mövqeyinə görə müəyyən edir. Yəni, uşağın özünün mərkəz götürməsi və ətraf obyektlərin yerini müəyyən etməsi burada ön plandadır. Əvvəlcə uşaq dayanır, daha sonra ətrafdakı əşyaları müəyyən etmiş olur. Məsələn, burada sualları da biz konkret vermiş oluruq ki, sənin sağında nə var və yaxud sənin solunda nə var? Məsələn, top sənin sağındadır, kukla sənin arxandadır kimi tapşırıqlar. Yəni, öz mövqeyinə görə istiqaməti uğurlu şəkildə dəyişdirmək də olar. Məsələn, məndən sağda nə var? Qarşımdakı nədir kimi oyunlar əsas götürülür. Bir də özündən səmtləşmədə oyun formasında daha çox istifadə olunur və hərəkətli mühiti sevir. Və müəllim tez-tez uşağın yerini dəyişir ki, məkan düşünmə bacarığı uşaqlarda inkişaf etsin. Məsələn, deyək ki, belə bir situasiya, uşaq dairənin ortasında dayanır. Müəllim soruşur ki, sənin qarşında hansı guşə var? Və yaxud sol tərəfində hansı stol yerləşir? Yəni, uşaq obyekti öz mövqeyinə görə qiymətləndirəcək. Bu qədər. Üçüncü, obyektlər üzrə səmtləşmə. Burada isə uşaq istiqaməti artıq özünə görə yox, obyektlərə görə müəyyən edir. Bu mərhələ biraz çətin səviyyədir. Məsələn, uşaq artıq deyə bilər ki, top qutunun arxasındadır. Və yaxud kürsü stolun sağındadır. Oyuncaq qutunun içindədir. Yəni, obyektlərin bir-birinə görə mövqeyini müəyyən edir uşaqlar. Burada artıq uşaqlarda məkan düşünməsi inkişaf edir, məntiqi təfəkkür inkişaf etmiş olur, nitq bacarıqları inkişaf etmiş olur. Məsələn, uşaqlar burada stolüstü maketlərdən, xəritə konstruksiya oyunlarından da istifadə edə bilərlər. Və obyektlər arasında məkan münasibətlərini təsvir etmə bacarıqları da uşaqlarda formalaşır. Məsələn, müəllim masaya oyuncaq qoyur. Ayı stolun üstündədir, top stolun arxasındadır, maşın stolun sağındadır. Daha sonra müəllim soruşur, top ayıya görə haradadır? Maşın topa görə haradadır? Artıq burada uşaqlar obyektləri bir-birinə görə müqayisə etmiş olacaq. Gördüyünüz kimi çox sadədir, birdən diqqət edin. Öz bədən hisslərinə görə ayırd edirsə, özünə səmtləşmədir. Özünü mərkəz götürürsə, ətraf obyektlərin yerini müəyyən edirsə, özünə səmtləşmədir. Artıq obyektlərin bir-birinə görə mövqeyini müəyyən edirsə,
Bu da aiddir obyektlər üzrə səmtləşmə. Bu qədər müəllimlər bunu sadəcə diqqətli şəkildə bir dəfə analiz etsəniz, inanın ki, heç bir çətinliyi yoxdur. İndi bu dərsə aid izah da, PDF də, tezlər də göndəriləcək, işləyərsiniz. Hər birinizə uğurlar.